Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bugün Daşkəsən rayon Alaxançallı kəndində gözəl bir müəllimimizin evində qonağıq. Xoş gördük müəllim sizi. Mən necəsiz? Sağ olun. Siz sağ olun. Adınız, soyadınız? Namazov Füzuli. Mənim neçənci ildən anadan olmusunuz? 1970-ci il. Hansı ali məktəb bitirmişsiniz? Hansı ixtisas üzrə hal-hazırda da dərs deyirsiniz, eləmi? Bəli, fizik tərbiyə üzrə dərs deyirəm hal-hazırda. Fəaliyyət göstərirsiniz, bəli. Müəllimlik fəaliyyətinizə nə vaxt başlamısınız? 2009-cu il yanvarda. Hansı məktəblərdə çalışırsınız? Alaxançalı kənd. Daşkəsən rayon Alaxançalı kənd tam orta məktəb. Çox gözəl. Ümumilikdə neçə il fəaliyyət göstərirsiniz? 18 ilə yaxındır. 18. Çox gözəl. Müəllimlik sizin üçün nə deməkdir? Müəllimlik sizin üçün nə deməkdir? Müəllimlik sənəti çox şərəfli və çətin peşədir, eləmi? Bəli, çətin peşə. Onu layiqincə yerinə yetirmək lazımdır. Şagirdlər qapağından, yəni şagirdlərlə müəllimlər hörmət qazanmalıdır bir-birinə. Ona görə də yəni müəllimlik sənəti çox çətin, həm də bir şərəfli peşədir. Bəli. Bəli. Fəxri adlarınız, mükafatlarınız olub məktəbdə, dərs dediyiniz məktəblərdə? Bəli, bəli. Çox gözəl. Bəs həyat yoldaşınızın adı, soyadı? Namazova Nəzakət. Bildiyimizə görə çox gözəl atasınız, çox gözəl də babasınız. Ümumilikdə neçə evladınız var, ümumilikdə neçə nəvəniz var? 4 övladım, 3 nəvəm var. Evladlarınızın adlarını qeyd edərdiniz? Namazova Aydın, Namazova Yasəmən, Namazova Gülsənəm, Namazova Ayşən. Çox gözəl. Allah hamısını xoşbəxt eləsin. Sağ olun. İnşallah müəllim, sizi çəkdiyi işıqlandırıcı Allahın izni ilə buradan sizə baxacaqlar. 10 il sonra, 5 il sonra, 20 il sonra nəvələriniz, nəticələriniz, kötücələriniz hətta evlatlarınız, onları ətrafınızda yığasınız özünüz. Ömrünüzü Allah uzun eləsin. Sağ olun. Özünüz onlarla birlikdə baxasınız. Onlara nə arzulaya bilərdiniz? Nə ürək sözü deyə bilərdiniz? Onlara xoşbəxtlik, uzun ömür. Can sağlığı arzu edərdiniz. Bir valideyn övladlarına nə arzu edə bilər bundan şirin, bundan gözəl? Canları sağ olsunlar, bəli, vətənə layiqincə layiqli evlad olsunlar, bəli. Mənim çox sağ olun, var olun. İnşallah sizi də çəkdiyi işıqlandıracaq. Sizin yolunuzu davam elətdirənlərdən var, şagirdlərinizdən, evladlarınızdan, dərs ediyiniz şagirdlərinizdən. Hansısa bir sənət sahibi olublar, yəni belə deyim. Olublar, bəli. İndi hazırda yenə oxuyan var. Çox gözəl, yəni hazırlaşırlar. Bəli. Çox gözəl, bu da sizin uğurlarınızdır. Mənim çox sağ olun, var olun. Siz də gəldik, çəkdik, işıqlandırırdıq. Yəni sizinlə də tanış olduğumuza çox şad olduq. Sizə dərin təşəkkürümüzü bildiririk, xatirələrinizi bizimlə bölüşdüyünüz üçün. Sağ olun, var olun. Sağ olun.